Özünü dəyərsiz, yetərsiz, sevgiyə layiq olmayan şəkildə hiss edirsənsə, sona qədər izlə. Davamlı olaraq günahkar, davamlı olaraq mən nə isə etdim ki, bu baş verdi. Görəsən mən özümdə nəyi dəyişməliyəm ki, qarşı tərəflə bu cür münasibət qurum, ünsiyyətə girim. Görəsən mən nəyə fikir verməliyəm, kimə müraciət etməliyəm, hara getməliyəm və s. Bəsdir, yetər. Özünü günahlandırmağı, ittiham etməyi, tənqid etməyi dayandır. Bəzən hər şey bizlə əlaqəli olmur. Bəzən insanlarla, insanların yaşadığı problemlərlə, onların düşüncələri ilə, böyüdükləri ortamlarla əlaqəli olur. Özünü yeyib bitirmə, artıq stop. Ona görə mən bunu nəzərə alaraq egoistlər və narsistlər adlı bir təlim hazırladım. Bu təlim prosesində sən görəcəksən ki, əslində özümüzü dəyərsiz, yetərsiz, lazımsız, sevgiyə layiq olmayan bir heç hiss ediriksə, bu bəzən bizimlə əlaqəli ola bilmir. Bəzən ətrafımızdakı insanların sadəcə hansısa bir manipulyativ vəziyyətdə olmaları ilə, xüsusən egoist və narsist olmaları ilə əlaqəli ola bilər. Təbii ki, biz burada deyə bilmərik ki, başqaları bu cürdür deyə mən bu cür hiss edirəm. Yox, burada özümüzə də baxacağıq, işləməli tərəflərimizi götürəcəyik və eyni zamanda özümüzü günahlandırmağı, tənqid etməyi, özümüzü yeyib bitirməyi dayandıracağıq. Əgər sənə də maraqlıdırsa ki, bu təlimdə iştirak edəsən, bu təlimlə maariflənəsən, özündə dəyişiklik edəsən, praktikalardan, fərqindəliklərdən, texnikalardan yararlanasan, eləcə də insanları müəyyən etməkdə, ünsiyyət qurmaqda, münasibətini bərpa etməkdə dəstək götürəsən, elə indi səni bu təlimdə iştirak etməyə dəvət edirəm. Maraqlıdırsa rəylərdə mənə narsist sözünü yaz, sənə təlim linkini göndərim. Sevginə qal.